Professor Əsgər Zeynalov, siz Qərbi Azərbaycanımızın ən gözəl diyarlarından biri olan Yuxarı Necili kəndində dünyaya gəlmisiniz. Bizə o Necili kəndinin o gözəl səfalı yerindən, tarixindən, mədəniyyətdən bizə məlumat verərdiniz. Buyurun. Soru üçün çox sağ olun. Arximet deyir ki, əgər mənə bir dayaq nöqtəsi versəniz, mən bütün kürəyi ərz yerindən fırladaram. Müxtəlif dillərdə kitablarım nəşr olundu, müxtəlif ölkələrdə kitablarım nəşr olundu. Mənim içində bir dayaq nöqtəsi var. Bəli, bu Yuxarı Necili kəndidir. Və bu dayaq nöqtəsi mənə imkan veribdir bu işləməyə. Və mənim xarici ölkələrdə nə qədər kitablarım nəşr olundu, ilkin birinci cümlə bununla başlayır ki, Əsgər Məmmədoğlu Zeynalov 1951-ci il sentyabr ayının 20-sində İrəvan yaxınlığındakı Zəngibasır Yuxarı Necili kəndindən anadanlıqdır və kitab həmin cümlənin də sonunda bitir, üzqabında bitir. Və mənim anam, atam Yuxarı Necili kəndindən deyil, anam Aşağı Necili kəndindən. Yəni biz dədə-babalıqca o torpaqlardanıq. Bəli, bəli. Yuxarı Necili demək ki, Zəngilər, Aşağı Necili, Zəngibasar, Yenicə, Hacı İlyas və Şorlu kəndlərinin əhatəsində yerləşirdi. Kəndin bir tərəfindən həmişə başı qarı olan Ağrı dağı görünürdü, digər tərəfindən Alagöz dağları görünürdü. Kəndin müxtəlif illərdə əlbəttə ki, əhalisi arta-arta gəlib və ancaq eyni zamanda müəyyən deportasiyada məruz qalıbdır. Məsələn, bizim özümüz 40-50-ci ildə Ucar rayonunun Lək kəndinə köçmüşük, valideynlərim sonra yenidən o kəndə qayıtmışıq. Kəndin çox münbit torpaqları vardı. Kənd müxtəlif tayfalardan ibarət idi. Cəfərbəylilər, Haqverdilər, Azərzalılar və s. Və kənd, ancaq kəndi, hər gün kəndimizi xatırlayıram və kəndin o qulaqlarını xatırlayıram, kəndin o kövşənlərini xatırlayıram. Həmişə, deyək, 5-6 xüsusilə də yay aylarında, yaz aylarında kitab götürərdim, gedərdim kövşəni, axşamın kimi kitab oxuyardım, qayıdardım. Və ancaq kənddə ən çox xatırladığım, gözəl genlərim, cömərd, həm də çox zəhmətkeş insanlar vardı, çox münbit torpağı vardı, ildə bir neçə məhsul götürülürdü. Və kəndimiz İrəvana çox yaxın idi